Hansı cümlədə feilin zamanı digərlərindən fərqlidir? Bəndlərə nəzər salaq görək, hansı cümlədə digərlərindən fərqli zamanda işlənmiş feil var. Camaatı rahat dolanmağa niyə qoymursunuz? Nə etmirsiniz? İndiki zaman inkarda işlənib. İndiki zamanda inkarda işlənib. Dünən qılınc yaraladığı yerdən hələ də qan axırdı. Nə edirdi? Qan axır idi. İndiki zaman idi hissəcinə işlənib. Dili bilməsə də danışdıqlarını qismən anlayırdı. Nə edirdi? Anlayırdı. Yenə də indiki zaman, zamanı fərqlidir deyir. İndiki zamandır yenə. Tüfəngləri götürüb çalın çarpı çiyninə keçirdi. Nə etdi? Bax, sual veririk. Nə etdi? Çiyninə keçirdi. Bu, şürlü keçmiş zamandır. Əvvəlcə alınacaq şeylərin siyasını yazdırırdı. Nə edirdi? Yazdırır idi. Yenə indiki zamandadır. Cavabımız olacaq D bəndi. D bəndə şürlü keçmiş zamanda, digərlərdə isə indiki zamandadır. Cümlələrin birində qurulucu düzəltmə söz işlənməyib. Uzaqdan oğlunun boy-buxunun həsrət və məftunluqla baxdı. Məftunluqla düzəltmədir. Bəziləri bu kənddə ona yol göstərir, hər şeyi nişan verirdi. Bu cümlədə düzəltmə söz işlənməyib. C bəndə axşam düşən kimi arabalar talvarın altında yan-yana düzülürdü. Düzəltmə. Ciddi görkəmlə danışır. Görkəmlə düzəltmə. Bu uşaqları hazırlayıb düzəltmə, seminərə göndərmək lazımdır. Cavab olur B variantı. Bu cümlədə düzəltmə söz işlənməyib. Əvəzli işlənməyən cümlələri müəyyən edin. 1. Türbədən gələn qonağı elə gecə ikən bir dəstə atlı ilə yola saldı. Buradakı elə əvəzlik deyil, köməsinin hissəsidir. Rəngi kağız kimi ağardı, barmaqları titrəməyə başladı. Buradakı kimi əvəzlik deyil, köməsinin hissəsidir. Sirrini heç kimə etibar etmir, əvəzlik var. Hər səhərini qorxu ilə açırdı, əvəzlik var. Keçən ildən bəri işlərim düz gətirmir, nə edəcəyimi bilmirəm, əvəzlik işlənib. 3-4-də işlənib, 1-2-də işlənməyib, cavab olur A bəndi. Hansı cümlələrdə məna tayları eyni hissəsinə aid olan amonim söz işlənmişdir? 1. Səs-küyə itlərin hürmədiyindən əmin olmaq istəyib həyətə getdi. İt burada mənaları müxtəlif hissələrine aid olan amonim sözdür. Biri çıxırıq. İri qovaq ağacının kölgəsində dayanıb meşəni seyr etməyə başladı. Qovaq sözü mənaları eyni hissəsinə aid olan amonimdir. Hər iki mənası isimdir. Qovaq ağac mənasında, bir də başdakı kəpək mənasında. Döngədən geri qayıtmaq istəyərkən bir neçə qızla qarşılaşdılar. Qız mənaları müxtəlif hissələrinə aid olan amonim sözdür. Bayaqki üzgünlüyü yox oldu. Sanki belinin əyrisi də düzəldi. Bel sözü mənaları eyni hissəsinə aid olan amonim söz. Yəni hər iki mənası isimdir. Cavab olur 2-4 C variantı. Verilmiş cümlədəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı yanlış fikri müəyyən edin. Gözünü körün aşağısına, göydəki qara buludların qurtarıb havanın işıqlandığı səmtə, meşə ilə maviyə çalan ağımsız səmanın birləşdiyi yerə zillədi. İsmin xüsusiyyətini daşıyan sifət işlənib, bəli, maviyə sözü burada hal şəxsi qəbul edib, ismin xüsusiyyətini daşıyıb, bu doğru. Yönlük halda işlənmiş iki isim var, səmtə, yerə, bu da doğru. Feillərin hamısı məlum növdədir, bəli, bu növdəki feillərin hamısı buludların qurtarıb havanın işıqlandığı səmtə, birləşdiyi, zillədi, hamısı məlum növdədir. Sifətlər adi və azaltma dərəcəsində ağımsov. Azaltma dərəcəsi mavi, göydəki, bunlar nədir? Adi dərəcə doğrudur. Mənsubə şeyçili iki isim işlənib. Burada bir dənə gözünü sözünü götürür, digərlərini götürür. Ümumiyyətlə, digər isim varmı? Aşağısı isim deyil. Başqa da yoxdur. Ona görə də, bu da zaten isim deyil. Cavab olacaq səhv. Yəni E variantı səhvdir. Sualın cavabı da olur Y variantı, çünki yanlış fikirdir. Yetkinlik sözünün fonetik xüsusiyyətləri ilə bağlı fikirlərdən biri yanlışdır. Əvvəlcə tələffüz şəklini qeyd eləyək. Yetkinlik formasındadır. Hərf və səslərin sayı eynidir. Bəli, nə səs artımı var, nə səs düşümü, bu doğru. Yazılış və tələffüz arasında 3 fərqli məqam var. Bax, k-g olub, l-n olub, k-i olub, doğru. Qarşılığı olmayan iki fərqli samit işlənmişdir. İki fərqli samit varmı qarşılığı olmayan? Xeyr. İkisi də n-dır, fərqli deyil. Kar samitlərin sayı cingitli samitlərdən azdır. Bəli, 2 dənə kar samit var. 1, 2, 3, 4 cingitli samit var.
Y samtin həm öz həm də kar qarşı işlənib. Bəli, y, ih, bu da doğrudur. Cavab olur C variantı. Bu fikir səhvdir. Hansı cümlələrdə çoxaltma dərəcəsində olan sifət işlənməyib? Elə vaxtlar idi ki, o özündən çox böyük qızlara qoşulmağa çalışırdı. Çox böyük çoxaltma dərəcəsi olan sifətdir. Bir olan bəndləri çıxırsınız. Universiteti yenicə bitirdiyi günlərin birində ona gözlənilməz iş təklifi gəldi. Burada çoxaltma dərəcəli sifət işlənməyib adi dərəcələri. Daha yüksək vəzifələrə layiqsən, amma hələ təcrübə toplamalısan. Daha yüksək çoxaltma dərəcəli sifətdir. 3 olan bəndlər də getdi. Azca hərəkət etsələr, tətiklər çəkiləcək, xəncərlər göydə parıldayacaqdır. Bu cümlədə ümumiyyətlə sifət yoxdur. Cavab olur 2-4 A variantı. Feillərdən birinin qrammatik məna növü digərindən fərqlidir. Yığışdırmaq məlum növ, quraşdırmaq məlum növ, inandırmaq məlum növ, qoparmaq məlum növ, süpürtdürmək isə icbar növ. Cavab olur Y variantı. Hansı cümlədə altından xətt çəkilmiş söz adlı halda işlənmiş isimdir? Təklik qorxusu onu daha çox sıxmağa başlamışdı. Təklik burada yəlik halda işləyir, qeyri-müəyyən yəlik haldadır. Onun səhv danışa biləcəyinə heç kim inanmırdı. Bu səhv isim deyil, düzdür, səhv danışmaq burada zərf mövqeyindədir. Əvvəl ocaq qaladım, ocağı qaladım, sonra şeyləri yanıma daşıdım, təsirli haldadır, qeyri-müəyyən təsirli hal. Onun inşası müsabiqədə birinci ilə layiq görüldü. Nə? Onun inşası adlı hallı isimdir. Deyilənə görə burada əvvəl teatr binası olmuşdur. Teatrın binası qeyri-müəyyən yəlik halda isimdir. Cavab olur D variantı. İnşası sözü adlı halda işlənmiş isimdir. Hansı cərgədəki sözlər sifət və zərf kimi işlənə bilər? Məsələn, burada ehtiyatla sözü sifət kimi işlənməz. Tutaq ki, burada istiqanlı sözü, məsələn, tez sözü sifət kimi işlənməz. Məsələn, yaraşıqlı sözü zərf kimi işlənməz. Məsələn, sürətlə sözü sifət kimi işlənməz. Məsələn, yumşaq toxunmaq ola bilər, yumşaq balınc ola bilər. İti baxış, iti kəskin, iti yerimək mənasında. Yəni, iti bıçaqda sifətdə, iti yeriməkdə zərfdir. Başaçıq gəzmək zərfdir. Başaçıq uşaq da sifətdir. Cavab olacaq B variantı. Yəni, bu cərgədəki sözlər həm sifət, həm də zərf kimi işlənə bilər. Mətndə təbliğ olunur. Ümumiyyətlə, mətni oxuduğumuz zaman əsas ideyanı, əsas fikri müəyyənləşdirsək, bu sualın cavabını tapa bilərik. Çünki əsas ideyalar mətndə təbliğ olunan fikirlərdir. Məsələn, mətndə əsas fikir nədir? Qartalın necə yaşadığı və necə xatırlamaq istədiyi ilə bağlıdır. Yəni, burada da deməli biz baxırıq ki, necə yaşamaq və necə xatırlamaq istənən həyatda yaxşı ad qoymaq məsələsidir. Bir də şərəfli ömür yaşamaq məsələsidir. Yəni, qartal deyir ki, insanın bir adı sağlığında çağırılır, ikinci adı isə gördüyü əməllərə görə qazanılır və ölümündən sonra xatırlanır. Yəni, bunu qəbul edə bilərik. Mətndə təbliğ olunan məsələlərdən biri budur. Şərəfli ömür yaşamaq yenə qartalın bütün həyatı ləyaqətli, mənalı və məqsədli ömür nümunəsi kimi təqdim olunur. Bunu da qəbul edirik. Qibtə hissindən uzaq olmaq mətndə düzdür, göyərçin qibtə hissi keçirilir, amma bu hissdən uzaq olmaq təbliğ olunmur da. Mətndə demir ki, göyərçin səhv eləyir, doğru eləmir və s. Bunu çıxırıq. Özünü başqalarına fəda etmək də mətndə birbaşa əsas fikir kimi verilməyib. Ona görə də bunu çıxırıq. Sualın cavabı olur 1, 4, D variantı. Cədvəldəki düzgün fikirləri müəyyən edin. Qartalın fikrini qüvvətləndirə bilər, göyərçinin fikrini qüvvətləndirə bilər. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən, həyatın məqsədi məhz budur. Bir an əvvəlki sualda izah elədik. Bu, qartalın sözləri, yəni yaxşı adla yadda qalmaq məsələsi. Bu fikir qartalın fikrini qüvvətləndirə bilər. Keçmişi unutmayıb gələcəyi düşünmək lazımdır. Bu, qüvvətləndirməz. Bununla bağlı yəni səsləniş demək ki, yoxdur. Göyərçinin fikrini qüvvətləndirə bilər. Ömrünün müddəti deyil, bu ömrü necə yaşadığını əhəmiyyətlidir. Qartalın, belə deyək ki, həyatını qarğa ilə müqayisə eləyəndə, bax, bu fikir onu qüvvətləndirə bilər. Üçü də doğru qəbul edirik. Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. Burada şərəfli, şərəfsiz, yəni belə söhbəti olmur. Sualın cavabı olur 1, 3, B variantı.
Göyərçinin qartalın xırıltısını eşidərkən hiss etdiyi qarşılıq duyğular hansılardır? Bax, bu hissədə qartalın xırıltısını eşidərkən kədərlənən göyərçinin qəlbində məftunluq yanaşı gizli bir qibtə hissi də oyanmışdı. Bura məftunluq, heyranlıq, qibtə, həsəd kimi qəbul etsək, cavab olur B variantı, heyranlıq və həsəd. Aşağıdakı cümlələr mətndə verilmiş işarələrin yerinə hansı ardıcıllıqla artırılsa, mətnin hissələr arasında əlaqə pozulmaz. İşarələr buradadır, bu hissələrə baxırıq, biz bu cümlələri bura yerləşdirəcəyik ardıcıllıqla. Gəlin baxaq görək bu verilən cümlələr hansıdır. Birinci abzasda qartalın ölüm haqqında düşüncələrindən və buna baxmayaraq yurdun onun çəkməsindən bəhs edir. Burada fikir verir, deyir ki, bəli, baxdıqca doya bilmirdi bu yerlərdən, elə diqqətlə baxırdı ki, sanki hər qarış torpağını, daşını belə yaddaşına gedib, özü ilə bərabər əbədiyyətə aparacaqdı. Ona görə də gücü tükənənə qədər uçmaq istəyirdi. Bax, fikir verin, bura 3-ü gətirə bilərik. Burada gücü tükənmək məsələsindən yorulana qədər söhbət. Yəni, daxili mübarizəni və arzusunu tamamlayır. Bunu deyə bilərik. Sonra gəlib növbəti. Qartalın gəlişi ilə quşların bir-birinə qarışmış səs-küyü kəsildi. O, uca qaya başındakı sevimli yerinə qondu. Burada artıq təsvir var da, düzdürmü? Uca qaya başındakı sevimli yerinə qondu. Burada da təsvir edilən, belə deyək ki, qonduğu yeri təsvir eləyir. Bununla ardınca gələ bilər. Kənarları sıldırım olan bu yalçın qaya Çənlibelin ən hündür yeri idi. Bu yeri ora təsvir edə bilərik. Bəli, burada 4-ü qoya bilərik. Yəni, qonduğu yer qaya. Bunu da çıxdıq. 4 də getdi, 3 də getdi. Gəlirik növbətiyə. Burada gəlir ki, dərk edirdi ki, uçsuz-bucaqsız səmalar artıq onun üçün əl çatmazdı. İllər uzunu ənginlilərin döşünü dələn sivri qanadları bir də heç vaxt səmanı yarmayacaqdı. Bax, bunu deyə bilərik. Bəli, yəni, burada da onu düşünür ki, səmanın əlçatmaz olması fikrinin izahı var. Qartalın cavab verə bilməməsinin səbəbi 5-ci cümləyə gücləndirilir və onun artıq son uçuşda olduğunu göstərir. Çünki artıq burada son, belə deyək ki, uçuş olduğunu vurğulaya bilərik. Burada 5-i yaza bilərik. Sonra gəlirik növbəti. Qartalın nəzərləri üfüqlərdə dolaşırdı. Baxışlarından yenilməz vüqar qürur duyulmaqdaydı. Nəzərləri, baxışları bura biri qeyd eləyə bilərik. Bunu da çıxdıq. Ən sonunda da sevinirdi. Sevinirdi ki, nə yaxşı ki, bu dağların qartalı varmış. Yoxsa bu dağlar da darıxar və bu qədər məğrur olmazdı. Burada 2-ni qeyd eləyirik. Cavab olacaq 3, 4, 5, 1, 2, Y variantı. Mətnə görə demək olar. 1. Qartal quşların arasına gələndə ona həmişə göyərçin qarşılayırdı. Bax, burada belə bir fikir verin. Adəti üzrə qartalı birinci Şahin qarşıladı. Bu nə deməkdir? Yəni, adətən, yəni demək olar ki, artıq da qartalı birinci Şahin qarşıladı. Bu adət halını alıb. Yəni, biz bunu göyərçin qarşıladı deyə bilmərik. 1 yanlışdır. Bunu qoyduq qırağa. 2. Qartalın quşlara dediyi sözlərdən həm tövsiyə, həm də arzu əks olunub. Sözlərdə həm tövsiyə var, həm arzu var. Bəli, bunu doğru qəbul edə bilərik. Qartal orada deyir ki, insanın ikinci adını əməllərinə görə qazanması barədə fikri, mənalı yaşamağın və yaxşı əməllərin əhəmiyyətinə dair bir növ öyüd tövsiyə xarakteri daşıyır. Bunu qəbul edə bilərik. Sonra növbəti çıxışında nə deyir? Deyir ki, istərdim ki, məndən sonra da sizin azad quşların belə aydın və təmiz səması olsun cümləsi də birbaşa arzunu əks etdirir. Bunu belə qəbul eləyərik doğru kimi. Yəni, biri yox, harada bir var çıxın, 2 ilə başlayanı doğru kimi qəbul edirik. Bəzi quşlar qartalın zəifləməsinə görə sevinirdi. Mətndə belə bir fikir ümumiyyətlə yoxdur. Gözü haqqındakı məlumatı quşlar adətən qartaldan alırlar. Bəli, bu Şahinin qarşılamasına deyir, ey ulu şahımız, göyün üzü aydındırmı? Yəni, buradan belə bir nəticə çıxara bilər ki, çünki ən yüksəkdə uçan quş qartaldır. Yəni, səmanın vəziyyəti haqqında ən etibarlı məlumat mənbəyi kimi də qartal burada göstərilir. Bu da doğrudur. Cavab olur 2-4 C variantı. Mətnə əsasən qartala aid edilə bilər. Baxaq görək bəndlərdən hansı aid edilə bilər. A. Doğma yurduna bağlı idi, ona baxmaqdan doymur, onunla fəxr edir. Doğrudur, çünki qartal o uçuşunda deyir, yurdunu sevərək seyr edir, ona bağlıdır və bağlılıqla da fəxr eləyir. Bax, elə bunu götürə bilərik. Digər bəndlər
Azad quş olduğu üçün konkret olaraq bir məkana bağlılığı yoxdur. Xeyr, o doğma yurduna bağlıdır. Dincəldikdən sonra yenidən səmaya qalxa biləcəyini bilir, ruhdan düşmür. Xeyr, o da yanlışdır. Çünki artıq son uçuş olduğunu dərk edir və yenidən səmaya qalxacağından ümid edilmir. Bu da yanlışdır. Həyatını daha faydalı yaşaya biləcəyi halda bunu etməməsinə təəssüflənir. Mətndə belə bir fikir yoxdur. O öz missiyası ilə fəxr edir əslində. Nə qədər təmkinli davransa da bütün quşlar onun səsindən yüzdən düşdüyünü anlayırlar. Sadəcə göyərçindən başqa demək ki, heç kim anlamır. Bu da səhvdir. Cavab oldu A variantı. Mətndə tünd hərflərlə verilmiş ifadə hansı sözlərlə əvəz oluna bilər? Burada missiya sözüdür. Missiya sözü vəzifə və funksiya sözləri ilə əvəz oluna bilər. Cavab olacaq 2, 4, D variantı. Mətnə görə qartalın sonuncu uçuşu nəyi ifadə edir? Bax, bu ilk abzasda son cümləyə fikir verin. Qartal fəxr edirdi. O fəxr edirdi ki, belə əsrarəngiz bir yurtda dünyaya göz açıb, boya başa çatıb və burada da ömrünü bağışlayır. Bu artıq həyatın mənasını anlayaraq sonluqla şuurlu barışmanı, bu artıq sonunun gəldiyini belə qəbul eləyir və ölüm qarşısında da dərin şuurla sonuncu uçuşunu eləyir. Bax, bunu da qəbul eləyir. Burada B variantını düşünə bilərik ki, həyatın mənasını anlayaraq sonluqla şuurlu barışmanı ifadə eləyir. Cavab olur B variantı. Mətndə hansı quşun həyatı qartalın həyatı ilə ziddiyyət təşkil eləyir? Bax, burada əlbəttə ki, mətndə vurğulanır ki, bax, fikir verin. Göyərçinin qəlbində məftunla yanaşı gizli bir qibtə hissi dayanmışdı. Doğrudan da qartal kimi yaşanan bir gün qarğanın taleyindəki süzgündən qat-qat üstün idi. Deməli, qartalın həyatı nə ilə ziddiyyət təşkil edib? Qarğanın həyatı ilə. Burada cavab yazırıq. Qarğa. Mətnə əsasən cədvələ düzgün fikirlər yazın. Qartalı fərəhləndirən məqamlar, qartalı kədərləndirən məqamlar. Bax, burada qeyd edə bilərik. Qartal havada qanad açıb məğrur süzürdü. İndi doğma yurdu onu daha çox çəkirdi və s. Qartal fəxr edirdi. O fəxr edirdi ki, belə əsrarəngiz bir yurtda dünyaya göz açıb, boya başa çatıb və burada ömrünü bağışlayır. Bu məqamları bura qeyd edə bilərik. Bax, qeyd edə bilərik ki, belə əsrarəngiz yurtda, belə əsrarəngiz yurtda doğulduğuna görə fərəhlənir. Doğulduğu üçün fərəhlənir. Bunu da qeyd edə bilərik. Bu yurtda boya başa çatdığı üçün, o yurtda boya başa çatdığı üçün, çatdığı və ömrünü bağışlayacağı üçün burada fərəhlənir, sevinir. Kədərləndiyi məqamlarda fikir versək, arabir amansız əcəl haqqında düşüncələr könlünü sıxsa da, məsələn, qeyd edə bilərik ki, əcəl haqqında düşüncələr könlünü sıxır, kədərləndirir. Düşüncələr. Sonra məsəl üçün, adəti üzrə qartal birinci şahin qarşıladı. Ey ulu şahımız, göyüzü aydındırmı? İlk dəfə idi ki, qartal bu suala cavab verə bilmədi. Dərk edirdi ki, uçsuz bucaqsız səmalar artıq onun üçün əl çatmazdır. Qartal bu sonuncu uçuşunda doğma yerləri doyunca seyr edərək vidalaşmışdı. İndi ömrünün son anlarını dostlarının arasında sakitcə keçirə bilərdi. Yəni, bu kimi, bunu da bura qeyd edə bilərsiniz. Yəni, ilk dəfə idi ki, bu suala cavab verə bilmədi. Bu da onu kədərləndirən məqam ola bilər. Yəni, şahinin sualına cavab verə bilməməsi məqamını deyə bilərik. Şahinin sualına cavab verə bilmədiyi məqamlar deyə məqamı da bura qeyd eləyə bilərik. Bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərsiniz. Mətnə görə cədvəldəki düzgün fikirləri müəyyən edin. Doğrudur, buradan doğrudur seçirik, buradan yanlışdır olan seçirik. Məbədin divarlarının birinin tağının üstünə Hind dilində olan kitabə quraşdırılmışdı. Doğrudur, çünki mətndə açıq şəkildə deyilir ki, şimal divarındakı tağın üstünə Hind dilində kitabə var. Bu doğrudur. Müqəddəs odun yanma səbəbi hələ də aşkar edilməyib. Yanlışdır, çünki mətndə odun yer altından çıxan təbii qazın hesabına yandığı bildirilir. Bu səhvdir. Məbəddə daşla doldurulmuş quyular var. Daşla doldurulan quyulardan biri də bu doğrudur.
Məbəddəki kitabələr 3 müxtəlif dildə yazılmışdır. 3 müxtəlif yox, 2 dildə. Hint dili bir də farsça olduğu mətndə vurğulanır. Bu səhvdir. Cavab olacaq 1 ilə 4 B variantı. Mətndə qarşısında ərəb rəqəmi yazılmış hansı cümlədəki hökm özündən sonraki cümlə ilə təsdiq edilə bilir və yaxud da təsdiq edilir? Belə bir şey yazaq. Ümumiyyətlə 5-ci cümləyə fikir verin. Atəşgah bütün dövrlərdə səyyahların, yazıçıların, rəssamların, alimlərin nəzər diqqətini xüsusilə cəlb edib. Suraxana atəşgahında gördüklərinə çox heyrətlənən Düma özünün Qafqaz Səfəri adlı əsərində İslamdan əvvəlki şərq memarlığının ənənələrini daşıyan od məbədini olduqca emosional və heyrətamiz bir qələmlə təsvir etmişdir. Bax, bu cümlə ilə biz, bu cümlə ilə deyə bilərik ki, yəni 5-ci cümlə özündən sonraki cümlə ilə bir növ təsdiqlənir. Amma digər cümlələrdə belə deyək, ya təsvir davam eləyir, ya da ki, sonraki cümlə əvvəlki hökmü sübut edən konkret dəlil rolunu oynamır. Yəni, bunun kimi belə bir xüsusiyyətə malik deyil. Ona görə də bu sualın cavabı olur B variantı. Mətnə əsasən atəşgaha aid olmayan fikirləri müəyyən edin. 1. Ölkə prezidentinin qərarına əsasən atəşgahın qoruq elan edilməsi mətndə ümumiyyətlə belə bir məlumat verilməyib. Ona görə də bunu atəşgaha aid edilə bilmərik. Atəşgahın həm qədim, həm də müasir dövrdə marağa səbəb olması, təbii ki, bu mətndə mövcuddur. Tarixən səyyahların, həm də bugün turistlərin marağını cəlb edilir fikri var. Atəşgahın tikilməsi ilə bağlı fərqli versiyaların olması, burada da bəli, qeyd olunub. Bəziləri deyir ki, hindlilər tərəfindən tikilib, bəziləri deyir hindlilər göstəriş verib, yerli ustalar tikib və s. və s. Burada var. Atəşgaha gələn turistlər arasında hindlilər üstünlüyü təşkil etməsi mətndə belə bir fikir yoxdur. Yəni, turistlərin milli tərkib haqqında konkret bir üstünlük vurğulanmayıb. Cavab olacaq 1-4 D variantı. Mətnin 4-cü abzası ilə bağlı düzgün fikri müəyyən edin. Baxaq görək, verilənlərin hansı doğrudur. A. Bakı ilə atəşgah arasında dəniz yolunun istifadəsindən danışılır. Mətndə Bakı ilə atəşgah arasında dəniz yolundan heç bir məlumat bəhs olunmur. Bu səhv. Atəşgaha müasir dövrdə edilən müdaxilələrə də toxunulmuşdur. Yəni, mətndə yalnız tarixi və memarlıq xüsusiyyətlərindən danışılır. Müasir dövr müdaxilələrə yer verilməyib. Abşeron yarımadasının unikal turizm mərkəzlərindən biri olması vurğulanır. Bu 4-cü abzasda yox, 5-ci abzasda vurğulanıb. Söhbət buradan 1, 2, 3 bu abzasdan gedir. Bu abzasda da Abşeron adı çəkilmir, Abşeron adı növbəti abzasda çəkilir. Ona da yanlışdır. Özündən sonraki abzasda yeri dəyişdirsə struktura xələl gəlməz. Xeyr, yanlışdır. Niyə? Çünki abzasın mövzusu ardıcılığı qorunmaqla mətndə məntiqli, belə deyək ki, strukturu tamamlayır. Yoxsa belə vurğulanmır yəni. 2 abzas kimi verilsə, 2-ci abzas atəşgah sözlə başlaya bilər. Bəli, bu doğru fikirdir. Atəşgah sözcüklərdə ayrı abzas kimi təqdim etmək mümkündür. Çünki abzasda 2 dənə əsas fikir var. Atəşgahın hissələrinin sadalanması, digəri də tarixçilərin fikirləri. Ona görə də bu hissənlə biz bunu ayıra bilərik. Cavab olacaq Y variantı. Mətndə nöqtələrin yerinə yazıla biləcək xarici aləmdəki əşya və hadisələrin insan şüurunda buraxdığı iz, onların əksi ona təsir izahına uyğun gələn ifadə hansı cümlədə işlənmişdir? Bax, nöqtələr yerdə yuxarıda var, bir də burada var. Əsas buradan söhbət gedir. Çünki bu fikir bura yazıla bilir. Yəni, burada mədəniyyəti barədə güclü təəssürat yaradır. Burada təəssürat sözünün, belə deyək ki, leksik mənasını vurğulayır. Cavabımız olacaq. Bu konsertdən aldığım dərin təəssürat heç vaxt yaddaşımdan silinmədi. Cavab olur A variantı. Mətndə tünd qara hərflərlə verilmiş ifadə hansı cümlədə mətndəki ilə eyni mənada işlənmişdir? Digər hücrələrin girişi üzərində də Hind əlifbası ilə həkk olunmuş belə kitabələr vardır. Burada da daşa həkk olunmuş naxışların tarixi çox qədimdir. Yəni, eyni mənada bu cümlədə işlənib. Cavab olur C variantı. Atəşgahın inşa edilməsi əsas məqsəd nə olmuşdur? Mətndə ümumiyyətlə atəşgahın planı və strukturu ətraflı təsvir olunur. Yəni, orada vurğulanır ki, qapalı 5 şüşəli divarlar arasında ibadətgah yerləşir.
ortadakı quyudan çıxan təbii qaz gecə-gündüz yanırdı. Bu da dini mərasimlərin müqəddəs od şəklində həyata keçirdiyini göstərir. Zəvvarların xidməti üçün 24 üzrə və əlavə otaqlar mövcuddur və s. və s. Bu da deyir ki, dini ibadətlər və ayinlər üçün inşa olduğunu vurğulayır. Cavab olacaq B variantı. Əsas məqsəd dini ibadət və ayinlər olub. Mətndə ehtimal kimi verilən, təsdiqini tapmayan fikirləri müəyyən edib yazın. Və ehtimal kimi verilən fikirlər tapmalıyıq. Hindlilərin cəsədlərinin müqəddəs odda yandırılması. Bax, burada vaxtı ilə burada ölmüş hindlilərin cəsədlərinin müqəddəs odda yandırıldığı güman olunur. Yəni, ehtimal olunur. Bunu qəbul edə bilərik. Daşla doldurulmuş quyunun su quyusu olması. Daşla doldurulan quyulardan biri də Ateşyanın cənub-şərqində tərəqəsə bunun su quyusu olduğunu zənn edirlər, ehtimal edirlər, bunu qəbul edə bilərik. Hindlilərin dünyanın bir çox ölkələrində məbədlər inşa etməsi belə bir ehtimal yoxdur. Azərbaycanda eyni vaxtda bir neçə dinin yayılması belə bir ehtimal yoxdur. Atəşgahın hindlilərin planı əsasında yerli ustalar tərəfindən tikilməsi. Bu da nə deyir? Bəzi tarixçilərin qənaətinə görə atəşgahı hindlilərin planı əsasında yerli ustalar tikmişlər. Bunu da ehtimal kimi götürə bilər. Cavab olacaq 1, 2, 5 D variantı. Mətnin 4-cü abzasından bir-birini təksib edən fikirləri müəyyən edib yazın. Bax, bu abzasda bu cümlələrə fikir verin. İslama qədərki şərq memarlığının mövcud elementləri və stilistikası ilə o qədər də uyuşmur. Amma Düma özünün Qafqaz Səfəri adlı əsərində İslamdan əvvəlki şərq memarlığının ənənələrini daşıyan od məbədini olduqca emosional və heyrətamiz bir qələmlə təsvir etmişdir. Yəni, bu cümlədəki fikirlər bir-birini təksib edir. Biz bura həmin cümlələri yazıb sualı bu şəkildə yekunlaşdıra bilərik. Qeyd edirik ki, birinci buna yazaq ki, İslama qədərki şərq memarlığının mövcud elementləri və stilistikası ilə o qədər uyuşmur. Amma Dümanın əsərində od məbədi İslamdan əvvəlki, yəni İslama qədərki deməkdir bu zaten. İslamdan əvvəlki şərq memarlığının ənənələrini daşıdığı qeyd olunur. Yəni, bir-birini təksib edir. Bəziləri deyir ki, İslama qədərki şərq memarlığının mövcud elementləri və stilistikası ilə o qədər də uyuşmur. Amma Düma nə deyir? Od məbədi İslama qədərki şərq memarlığının ənənələrini daşıyır. Yəni, ondan uyuşur demək. Yəni, bu iki fikir bir-birindən ziddiyyət təşkil edir. Bu fikirləri yazıb sualı cavablandırırsınız. Mətnin 1-ci abzasındakı Roma rəqəmlərinin yerinə məzmununa uyğun ifadələr yazın. Atəşgah Bakıya gələrək burada ... və əslən Şimali Hindistandan olan Sinklər təriqətinə ... Hind icması tərəfindən inşa edilmişdir. Bakıya gələrək burada məskunlaşan qeyd edə bilərik. Məskunlaşan, yaşayan və ya tutaq ki, yurt salan və ya məcazi mənada yuva quran və yaxud da burada qalan və yaxud da qalmağa başlayan və s. Sonra ikincə nə yazarıq? Hindistandan olan Sinklər təriqətinə mənsub, aid, məxsus, aid olan və bunlara mənsub olan, məxsus olan, aid olan, mənsub, məxsus, aid də qeyd edə bilər. Heç bir problem yoxdur. Bu kimi fikirlər yazıb sualı yekunlaşdıra bilərik.